Ha. Bax, bu özünüz bilirsiniz də, bu avtomobillərin ümumiyyətlə artmasında səbəblərdən də biri o idi ki, faktiki olaraq biz metroya, avtobusa girəndə o qədər sıxlıqla girirdik ki, burada bir insanlarda bir məcburiyyət yaradırdı ki, bir bezirdilər də, belə deyim də, həm də ki, tıxaclarda qalırdılar və avtomobillərə daha çox meyl edirdilər. Mən onu burada görürəm. Bir də ki, bax bizdə indi biz dedik ki, Qarabağda bu qədər tunel çəkilib, hansı ki, heç indi Bakıda metroda o qədər yoxdur. Yəni bu illər ərzində bunu eləmək olmazdımı ki, biraz yəni böyüsün bu şəbəkə? Yəni hər halda mən Avropa ölkələrinə baxıram, 600-700 minlik şəhərin bizdən çox metro xətti var. Və rahatlıqla mobilliyi təşkil edir də, rahatlıqla belə deyim də, şəhəri belə deyim də, müxtəlif yerlərə gəzə bilirlər. Bizdə niyə bu, yəni bizdə ictimai nəqliyyata zamanında avtomobil yollarına qoyulan qədər investisiya qoyulmayıb. Yəni avtomobil yolları prioritet olunub və buna görə də avtomobilləşmə daha da zəmin yaradıb. Harda şərait daha uyğundursa insanlar ora meyl edir. İndi bu tərəfdə şərait yarandıqca insanlar daha çox meyl edəcək ictimai nəqliyyata və çünki ən dəyərli vaxtdır və böyük şəhərdə də vaxt çox önəmlidir. Çünki biz və insanların gərginliyi də hardandır. İnsanlar bir işi planlayır, amma yetişməyəndə gərginləşir, yəni aqressiya artır. Bu mühitə təsir edir. Avtomobilin özünün komfort desəydi, amma avtomobilin özünün mənfi tərəfləri də şəhərə nədir? Səs kirliliyi yaradır. Şəhərdə ən bahalı resurs torpaqdır. Onun qeyri-səmərəli istifadəsini gətirib çıxardır. Ona görə düşünürəm ki, bunu zamanında bu səhvləri, deyək ki, Avropa şəhərləri də edib. Amma indi artıq düzəliblər və biz də düşünürəm ki, bu dünyanın keçdiyi yolu biz də keçməliyik. Transformasiya prosesidir. Burada insanların bir növdən başqa növə keçməsi ilə yanaşı, həmçinin də əlaqə sürətləndikcə insanların prioritetləri dəyişəcək, yaşadığı məkanları hətta dəyişməsi, bir dəmir yolunun deyək ki, işə düşməsi həmən ərazidə torpağın qiyməti, əmlakın qiymətinə təsir edəcək. Yəni nəqliyyat əlçatanlığı əmlaka birbaşa təsir edir. Və insanlar əgər əlaqə varsa, stabil qrafiklə hərəkət varsa, onlar şəhərin mərkəzindən daha çox biraz kənarlara getməsinə gətirib çıxaracaq. Yəni bu da belə baxsaq, böyük şəhərin aqlomerasiyası 100 kilometrdir. 100 kilometrdə bizdə dəmir yolu var, amma hal-hazırda həmən sırf 100 kilometrə qədər olan ərazilərə gedən qatar yoxdur. Bunların bərpası çox ciddi insanların hərəkətliyinə və prioritetinə təsir edir. Digər məqam, bu layihələr həmçinin də şəhərdəki biznes subyektlərinin də yerinin dəyişməsinə də təsir edəcək. Əgər bir yerdə nəqliyyat əlçatanlığı varsa, bu hökmən yeni iş mərkəzlərinin açılmasına, indiki halda şəhərin mərkəzi elə sırf Nizami metrosunun ətrafında və yaxud 28 maydadır iş mərkəzləri. Amma yeni layihələrlə Dərnəgüldə də açıla bilər, inşaatçılarda da düşünürəm 2030-cu ildən sonra olmazsa olmazı Bakının dairəvi dəmir yolunun tikilməsi, tamamlanması vacibdir. Yəni indiki halda əgər Hacı Aslanova qədər çatacaqsa yaşıl xətt, bunu davam olaraq Zığ, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov, Koroğlu və Dərnəgül əlaqəsi tam dairəvi bir hərəkətə gətirib çıxaracaq. Təbii ki, böyük mən baxıram böyük şəhərlərdə hamısında var dairəvi. Bizdə konseptual planda var. Amma bunun icrası da vacibdir. Yəni plan ayrıdır. Bunun ilkin olaraq düşünürəm çox tez bir zamanda mövcud layihələr icra olunacaq. Çox güman ki, beynəlxalq təşkilatlardan kredit götürüləcək və böyük şirkətlərin gəlməsi eyni anda fərqli istiqamətdə tikinti layihələri icra olunacaq və bu layihələrin də ciddi təbliğatına da ehtiyac var. Çünki insanlarda bir skeptizm var. Bu günə qədər görülən deyək ki, metronun tikinti sürəti bir çoxun mən də məsələn qane etmir. Düşünürəm ki, bu sürətlə icra olunacaqsa, o icra olunan layihələrin hər birisi barəsində məlumat verilməlidir. Həmçinin
bir çox deyək ki, şərhlər əslində bilməməkdən yazılır. Biz metronun tikinti texnologiyasını heç bilmirik. Hansı yolla tikilir? Yəni müəyyən texnologiyalar var, TBM, mexanikləşdirilmiş üsul. Qrunta əsasən ola bilər natrium üsulu olsun, New Austria metodu, yəni qazma partlatma. Bu arada Qarabağdakı qrunt suxur dağlıq olduğundan daha çox qazma partlatma ilə etdilər və TBM-in özünün də sifarişi hardaysa bir il və yaxud ondan biraz artıq çəkə bilər. Ona görə orada daha sürətli icra üçün elə qazma partlatma ilə icra etdilər. Burada da Bakıda da müəyyən qrunta əsasən müxtəlif metodlarla tikilməsi nəzərdə tutulub. Əsas odur ki, bu metodlar barəsində də cəmiyyətə bir maarifləndirici videolar paylaşılsın. Yəni insanlar bu işin əslində böyük zəhmət, böyük resurs hesabına, insanların əzmi hesabına başa gəlməsin. Yekunda biz istifadə edirik bu növü. Amma bu hansı yolu keçib, onu da biz görüb və qiymətləndirməliyik.